Hər vaxtınız xeyir olsun müəllimlər və şagirdlər. Demək, bugün sizin nəzərinizə mən çatdıracağım 2025 test toplusu olan 11 illikdən amonim, sinonim, antonimlərin testlərinin izahını. Başladıq. Birinci testdə nə istəyir məndən? Deyir, hansı sözün qarşılığı düzgün verilmişdir? Qarşılıq dedikdə sinonim nəzərdə tutulur. Sinonim nə idi? Deyilişi, yazılışı, müxtəlif, eyni ilk hissəsinə mənsub olan sözlərə deyilir. A variantına nə deyir? Deyir, laqeyd, diqqətli bu sinonim sayılmır. Kəmsavad, istedadlı da həmçinin, kəmşirin, şipşirin də həmçinin, elm və elmli də həmçinin sinonim sayılmır. Amma Y variantındakı ki, bimürvət, insafsız isə sinonim sayılır. Yəni, qarşılıq bildirən söz kimi. Bimürvətlə insafsız, yəni insafı olmayan qəddar bir keyfiyyət bildirmiş olur. Sözlərdən yalnız biri amonim kimi işlənə bilir. Yalnız birindən söhbət gedirsə, əsr sözü amonim deyil. Bunu bəzən uşaqlar əsrlə qarışdırırlar. İynən olanda müharibədə ələ keçirilən düşmən əskəri nəzərdə tutulur. Amma əsr olanda, ilsiz olanda, onda olur 100 il, 100 illik. 100 ilimiz bir əsrdir, il mənasında. Gəlin, vurğusun dəyişməklə mənası dəyişən sözdür. Məsələn, deyirəm gəlin, feilin əmr şəklində, bir də deyirəm gəlin, yəni ərə gedən qız, toy olan şəxs. İnci bu amonim sayılacaq. Biri var bir şəxsdən incimək, feil kimi. Bir də var qadınların istifadə etdiyi boyunbağı, milvari inci. Nazik amonim deyil. Bir də atlas, amonim deyil. Bu z ilə olanda olur parça mənasında, ipək parça mənasında. Amma s ilə olanda xəritələr toplusudur. Bunu da bəzən uşaqlar qarışdırırlar. Bu bir hərfin dəyişməklə mənası dəyişən sözlər sayılır. Sinonim sözlər cərgəsini müəyyənləşdir. Sinonim cərgəsini soruşursa, həkim, hakim, sənəd, bunlar heç fərqli sözlərdir. Bir-biri ilə sinonim təşkil edə bilməz. Olacaq buradan hündür, yüksək və uca, bunlar sinonim sayılır. Səhər, axşam, gündüz bunlar da deyir. Ləpə, çay, dəniz də, göz, qaş, baş da həmçinin sinonim sayılmır. Nə deyir? 4-də nə deyir? Deyir ki, amonim sözlər cərgəsini müəyyənləşdirir. Amonim sözlər cərgəsini müəyyənləşdir deyirsə, dən, sən, şir. Bunlar amonim deyil. Qədəmdə, ümumiyyətlə, qələmdə həmçinin, yel, külək ümumiyyətlə amonim deyil. Olacaq buradan ay, həftə. Burada olacaq Y variantı 4-də. Məsələn, ləpə biri var, çərəz mənasında qoz, fındıq, badam ləpəsi. Bir də var dənizin ləpələri, dalğaları, biz. Biri var şəxs əvəzliyi, biz. Bir də var təmənə iynə mənasında, ayaqqabı tikənlərdə istifadə olunur. Qalın uzlu iynədir. Bir də var say. Biri var bir kəsi saymaq mənasında. Bir də var yəni rəqəmləri saymaq mənası, toyuqcağını saymaq mənasında. Bir də var say nitq hissəsi. Getdik 5-də nədir? Amonim sözlər cərgəsini müəyyənləşdir. Biz, yar, düz, biz olacaq A variant. Biri var birindən bezmək, bir də var bez parça mənasında. Yar, biri var bir şeyi yarmaq, bir də var yar sevgili mənasında. Düz. Amonimdə 5 dənə özdə nitq hissəsini əhatə edir. Hər yeri gələndə isim olur, mil düzü, yeri gələndə zərf olur, düz danış, yeri gələndə ədat olur, düz qarşımda dayandı. Sonra sifət kimi düz, feil kimi, məsələn, qabları düz. Biz də həmçinin, biz var amonim kimi bir şəxs əvəzliyi, bir də ayaqqabı tikmək üçün qalın iynə, təmənə iynəsi. Sonra 6-da nədir? Hansı cərgədə sinonimlər həmişə bir-birini əvəz edə bilirlər? Həmişə bir-birini əvəz edən sinonimləri baxırıq. Dava, müharibə, xeyr, ürək, könül, məsələn, tutalım. Mən həkimə getdim, həkimə deyə bilərəm ki, ürək uzaqbaşı, həkim, ürəyim ağrır. Mən deyə bilərəm həkimə, könlüm ağrıyır, xeyr. Gözəl göyçək də həmçinin bir-birini əvəz etmirlər. Burada eynək, çeşmək. Doğru variant D variantıdır. Ümumiyyətlə sinonimlər 2 yerə bölünür. Mütləq sinonimlər, bir də var nisbi sinonimlər. Mütləq sinonimlər hər zaman bir-birini əvəz edə bilir. Nisbi sinonimlər bir-birini hər zaman əvəz edə bilmirlər.
7-də nə deyir? Deyir ki, nümunədə altından xətt çəkilmiş söz leksik baxımından hansına aiddir? Leksik baxımından nəyə aid olduğunu tapaq görək. Deyir ki, gətirib onları yada Təbrizim, baş əymə cəllada yada Təbrizim. Biri var yad mənasında, yaddaş mənasında. Biri var yad düşmən mənasında. Yad olacaq bu amonim. 7-də. Sonra digərdən, çünki amonimlər nə idi? Həm kökləri, həm də başlanğıc formaları eyni olmalıdır. Yad, yad. 8-də nə deyir? Amonimlərdən ibarət cərgəni müəyyənləşdir. Cərgəni soruşsa sol, yol, dağ, bağ. Olacaq elə A variantı. Biri var gülün solmağı, biri var sol tərəfi, biri var yol, toyuğun yolunması prosesi, bir də var gedilən yol. Dağ, biri var dağ, birinə dağ basmaq mənasında, bir də var təbiətdə gözəl bir mənzərəli olan bir yer. Bir də var bağ, ayaqqabın bağı, bir də bağ bostanın əkildiyi yer. 9-cu testə baxaq. 9-cu testdə nə deyir? Deyir, sözlərdən biri amonim kimi işlənə bilir. Buradan olacaq təsnif. Məsələn, təsnifin 2 mənası var. Biri var dəstgah şöbələri arasında əvvəlkinə nəhayət verib digər sonrakına keçmək üçün ifa olunan mahnı forması. Bir də var heyvanlar təsnifi var. Məsələn, hər hansı fərqlənən əlamətinə və ya xüsusiyyətlərinə görə siniflərə, qruplara, dərəcələrə görə ayrılan, məsələn, balıqlar təsnifatı var, heyvanlar təsnifatı var. Sonra onda nə deyir? Deyir, sözlərin üçünün də amonim olduğu cərgə, üçünün də artıq amonim olduğu cərgəni göstərdiyirsə, burada olacaq yaş amonimdir, amma su burada korruyur. Sonra getdik buradan say, tük burada korruyur, çünki üçünün də amonim olması lazımdır. Dağla, dağla burada bunun kökü amonimdir. Sonra gəldik arx. Burada arx korruyur burada. Amma Y variantına baxın. Y variantında deyir ki, üz, yol, tək bunlar amonim sayılmış olur. Antonim sözlərin cərgəsini müəyyən edin. Antonim sözlər cərgəsini soruşursa məndən, əziz, hörmətli, bu antonim sayılmır. Bunlar yaxın mənalı sözdür. Sevinç, kədər, bu sinonimdir. El, oba, həmçinin, xeyir, şər, oğul, uşaq, sülh, müharibə deyil. Olacaq burada ağ, qara, tez, gec, axşam, səhər. Ümumiyyətlə, antonimlə sinonimin oxşar cəhət odur ki, hər tərəfləri eyni nitq hissəsi olmalıdır. Ən çox da isim, sifət və feildən düzəldirlər. Sinonim olan sözlər cərgəsini müəyyən et. Sinonim olan cərgəni müəyyən et deyirsə, çətin, tərəqqi, varlı. Məndən sinonim olan sözlər cərgəsini soruş deyirsə, məsələn, olacaq çətin, müşkil, çətin olur, müşkül, tərəqqi olur, məsələn, tərəqqiyə deyə bilərəm, irəliləmə, uğur, irəliləyiş, inkişaf, varlı, dövlətli, bu da bunların sinonim olmuş olur, A variantı. Hansı cərgədəki sözlərin hamısı amonimdir? Amonimdirsə, baxıram, baş, göz, qol. Yalnız amonimlikdə hansı sözlərin cərgəsi, sözlərin hamısı amonimdir. Burada olacaq B variantı. Yağ, biri var, işlətdiyimiz yağ, bir də var yağ, yağışın yağmağı. Sağ, biri var sağ qalmaq, biri də heyvanı saymaq. Oynaq, biri var oynaq, sümüklərin bir-birinə bağlanan hissəsi oynaqlar. Bir də deyirəm ki, oynaq qız, oldu bu B variantı. 14-də antonimlər cərgəsini müəyyənləşdir. Antonimlər cərgəsini müəyyənləşdir deyirsə, uzun, gödək, böyük, kiçik, gecə, gündüz olacaq. Bu da A variantı. 15-də amonim sözlər cərgəsini müəyyənləşdir. Amonim cərgəni göstər deyirsən bizə, göstərək. Dolu, boş. Burada dolu ola bilər, amma boş buranı koruyur. Ad da həmçinin, sonra
Baş da həmçinin, bol da həmçinin olacaq yi. Bir var ud, bir şey udmaq, bir də var alət mənasında. Yad, bir var yad, uzaq olan mənada, yad. Bir də var yad, yəni səndən uzaq olan. Bir də var insanın yaddaşı, dərrakəsi. Sonra məsələn ruhca, mahiyyətcə, görünüşcə yad olan, zidd olan bir. Sonra yad bir ölkə nəzərdə tutulur, yəni sənə tanış olmayan mənaları kəsb etmiş olur. 16-da nə deyir? 16-da deyir ki, hansı sırada hər iki söz amonim kimi işlənə bilir? Sırasını bildirək, baxaq görək. Dil, diş, diş bu çox mənalıdır. Sonra gəldik buradan dan və din. Bir şeyin danmaq, feil kimi, bir də var dan yeri sökülmək. 2, bir var din, dinmək mənasında. 2-ni götürürəm. Bir də hansısa İslam dini, Xristiyan dini. Sonra yol, yon, burada koruyur. 5'ə baxaq, 5'ə yox, çat, bir də çit. Çit burada koruyur. 5, yaş. Bir var yaş nəmiyir, bir də var yaş insanın yaşı. Quru, amonim sayılmış olur. 2, 5 oldu B variantı. 17-də nə deyir? Biri günahsız sözünün sinonimidir. Yəni qarşılığını tapmaq lazımdır. Qarşılığını tapaq da günahsız, pərişan, bu onun yaxın mənası olmur. Günahsız, məyus, xeyr, məhzun, həmçinin günahsız, nikbin ümumiyyətlə deyil. Amma məsum, günahsız, məhzun bunlar bir-birinin yaxın mənasıdır. Yəni sinonimidir. 18-də nə deyir? 18-də deyir ki, biri vurulmaq sözünün sinonimidir. Vurulmaq sözünün sinonimidir. Biri var süs olmaq, süslü olmaq, yox. Sakin olmaq, ümumiyyətlə nail olmaq, məşğul olmaq, xeyr. Vurulmaq birinə bənd olmaq mənasında götürmək olar sinonimi kimi. Biri kədərli sözünün sinonimi deyil. Kədərli sözünün sinonimi deyilsə, baxaq görək, kədərli, pərişan, bəli, kədərli şəxs, pərişan şəxs, məhzun şəxs, hüzünlü şəxs, qəmli, məsum, yazıq olan bir adam deməkdir. Məsum, günahsız, yazıq bir şəxs. 20-də nə deyir? Batmaq sözü ilə sinonim ola bilər. Batmaq sözü ilə sinonim olanı deyirsə mənə, deyir ki, süst olmaq, əlbir olmaq, xeyr, batmaq hara, əlbir olmaq hara, qərq olmaq. Suda batmaq və yaxud qərq olmaq, viran olmaq heç olmaz, məyus olmaq da həmçinin. 21-də nədir? Hansı cərgədə sözlərin üçünü də amonim kimi işlətmək olar? Amonim kimi işlətmək olarsa deyirsə, baxaq görək, ürək, könül, qəlb bunlar sinonimdir. Qapı, həyət, həyat, bu da amonimlə söhbət gedirsə, sonra ağ, qara, qırmızı, bu da olmaz. Digərinə baxaq görək, kürü, təsnif qala, biri var bir şey kürümək, qarı kürümək, bir də var balığın içərisindəki kürü. Təsnif, bayaqlarım qeyd etdim, nədir təsnif, bir də var qala, şəhər müdafiə məqsədlə tikilən qala, bir də var nə isə qalamaq, ocağı qalamaq. 22. Hansı cərgədə sözlərin üçünü də amonim kimi işlətmək olar? Amonim kimi işlətmək olar soruşursa məndən bel, göz, ətək, gözü burada işlətmək olmur. Şahid də həmçinin, gəlin də həmçinin, çay da onun kimi, həyət həmçinin. Amma D variantı olar. Məsələn, hava, biri var qəbul etdiyimiz oksigen havası, bir də var toyda çalınan hava. Saz, məsələn, saz, yəni sağlam adama saz deyirlər. Bir də var əşya, musiqi aləti saz, sağ, heyvanı sağmaq, bir də var sağ tərəfi. Oldu D variantı. Yəni sazın digər mənası, yəni işlək vəziyyətdə olmaq, bir də alət mənasında. Səhv dedim bayaqlarım, saz adam mənasında dedim, o məcazi mənaya gəlib çıxdı. 23-də nə deyir? Deyir ki, hansı cərgədə sözlərin üçünü də amonim kimi işlətmək olar, üçünün də amonim kimi işlətdiyini deyirsə, mən burada əsir sözünü amonim kimi götürə bilmərəm.
Dərd sözünü də həmçinin, digərləri də onun kimi daş, sakin amonim kimi olmur. Amma D variantı olur. Bir var dolu qab, bir də var təbiət hadisəsi, iri buz kütləsinin, iri buzun yağması. Kütlə, biri var xalq, kütlə mənasında, biri var tutum mənasında. Əsər, biri var əsərlər toplusu, şeirlər toplusu, hansısa bir şairin əsəri, bir də var bir şəxsdən əsər əlamət qaymaq, qupquru quruyub çöpə dönmək. Amma burada bunun, məsələn, küləyin əsmək mənasında qeyri-qəti gələcək zamanda. Ərin, yəni qeyri-qəti gələcək zamanda küləyin əsər mənasında versələr, amonim götürmək olmaz ha. Qrammatik şəkilçi ilə amonim ola bilməz. Yeri gəlmişkən qeyd etmək istədim. 24-də nə deyir? Deyir ki, o zaman bəylərin alqış, qarğış idi. Cümləsində altından xətt çəkilmiş sözlər hansı mənanı kəsb eləyir, hansı mənanı bildirirsə, baxaq görək, hansı mənanın qrupuna aiddir, çox mənalı söz deyil, sinonimdə deyil, antonimlər olacaq. Biri var alqış, qarğış. Bir-biri ilə alqış və qarğış olacaq B variantı. Nə deyir bizə? Deyir ki, bu dərdə tablaşmaq, bu əzaba dözmək çox çətin idi. Cümləsində altından xətt çəkilmiş sözlər hansı məna qrupuna aiddir? Məna qrupuna tablaşmaq, dözmək. Bu olacaq sinonim, yəni ikisi də eyni şeydir. Tablaşmaq, dözmək qarşılıq bildirən sözdür, yəni sinonimdir. Gəldik 26-da. Deyir, hava soyuq idi. Oyun havası çalındı. Cümləsindəki hava sözü hansı məna qrupuna aiddir? Məna qrupunu soruşursa məndən, baxaq görək, deyirəm ki, bir hava soyuq idi, bir də çalınan hava mənasında. Bu çox mənalı deyil. Sinonim deyir, amonim söz qrupuna daxildir. Hər üçü amonim kimi işlənə bilirsə, qaz, bel, diş burada çox mənalıdır. Qazla bel amonim kimi işlənə bilər. Çay burada körlüyür, bal, xaş burada körlüyür, sonra da baş da həmçinin. Bir olacaq D variantı, bağ, sağ, tala. Biri var bir yeri talamaq, bir də var tala, meşədə ağacların bitmədiyi yer. Sonra 28-də nə deyir? Deyir ki, 28-də hər üçü amonim kimi işlənə bilər. Qurd burada körlüyür, burada əsr körlüyür, burada qoruq körlüyür, burada həyat körlüyür, olacaq Y variantı. Bel, yol, dar. Y variantı. 29-da nə deyir? Homonim kimi işlənə bilən ədəbiyyatşünaslıq terminləridir. Ədəbiyyatşünaslıq terminidirsə, məndən ədəbiyyatşünaslığı soruşursa, məsəl, epos deyil. B variantı. Bənd biri var, körpü bənd, bir də var şeirin bəndləri. 4 misradan, 5 misradan ibarət olan şeir, 6 misradan ibarət olan şeir formasına bənd deyirlər. Qoşma da biri var, ədəbiyyatda janrda klassik şeir janrı, bir də var qoşma, Azərbaycan dilində termindir, həm də o köməkçilik hissəsi. Sonra amonim kimi işlənə bilən ədəbiyyatşünaslıq terminləri yenə elə buradan olacaq A variantı. Biri var divan, şeirlər toplusu, məsələn, divanı, bir də var bir kəsə divan tutturmaq. Sonra keçdik qitə, biri var deyirəm ki, Avrasiya qitəsi falan, bir də deyirəm ki, klassik şeir janrı qitə, A variantı. Sinonim sözlərdir. Sinonim sözlərdirsə, bir baxa əxlaq, həyalı, əxlaq isimdir, həyalı sifətdir. Artıq bunlar sinonim ola bilməzlər. Çünki fərqli-fərqli nitq hissəsidir. Olacaq buradan əqidə, məslək, nə, hər ikisi yaxın mənalı sözdür. İsmətli, namuslu olacaq sinonim sözlər. Sinonim olmayan sözləri göstər deyirsə, sinonim olmayan, nəticə, yekun, göy, səma, bunlar sinonimdir. Gödək, qısa, qoca, yaşlı, həmçinin, vüsal, qovuşmaq, vüsal isimdir.
Qovuşmaq isə feildir. Məna cəhətdən eyni mənanı kəsb eləyərək vüsal arzusuna çatmaq, qovuşmaq arzusuna çatmaq ikisi də eyni şey ola bilər. Amma ki, fərqli nitq hissəsidir. Bizdə nə demişdik? Sinonimlər nə idi? Eyni nitq hissəsinin olmalıdır. Bir tərəf isimdirsə, digər mənası da isim olmalıdır. Sifətdirsə, sifət olmalıdır. Feildirsə, feil olmalıdır. Burada da Ayaz, Şaxtalı. Ayaz nə isim, Şaxtalı oldu sifət. Oldu C variantı. Antonim sözlər cərgəsini göstər. Antonim sözlər cərgəsi səhər, axşam, dost, tanış, artıq bu sinonimdir. Yavaş, asta, bu sinonimdir. Tez, cəld, bu da sinonimdir. Digərə bax, aşkar, xəlvət, irəli, geri, əlaçıq, xəsis. Oldu 33-də D variantı. 34-də nə deyir? Antonim sözlərdir. Antonim sözlərdir. Bir baxaq görək. Sevinç, kədər, qəm, qüssə, dərd, ələm. Bu artıq sevinç nə? Kədər sifətdir deyən kədər. A variantındakı sevinç, kədər bunlar bir-biri ilə sinonimdir. Qəm, qüssə də, dərd, ələm də həmçinin mənə lazımdır antonim. Antonim olması üçün xeyir, şər bunlar da yenə sinonim sayılır. Arxain, nigaran, alqış, qarğış, eniş, yoxuş. Oldu C variantı. 35-də nə deyir? Amonim sözlərdir. Amonim sözlərin cərgəsini tapmaq lazımdır. Baxaq görək. Fəsil, mən bunu götürürəm amonim kimi. Bəli, amonimdir. Köz amonim deyil. İkiləri çıxıram. Sonra gözə baxıram. Göz də çox mənalı sözdür. Ona görə çıxıram. Alışmaq, biri var od tutub alışmaq mənasında. Ocağın yanmağı, bir də birinə alışmaq, öyrəşmək mənasında. 5-ə baxıram, xal, biri var bədən hansısa bir nahiyəsində çıxmış balaca kiçik bir ət parçası xal. Biri var toplanılan, oyunda toplanılan xal, bal nəzərdə. 1, 4, 5 oldu C variantı. Amonim sözlər cərgəsini göstərək görək. Amonim sözlər cərgəsini deyir də. Deyir ki, min, biri var rəqəm min. Say min, bir də var atı minmək, sonra dərin, bu dərin, bir də var dərin. Bu vurğusun dəyişməklə mənası dəyişən sözlərdir. Bu amonim sayıla bilməz. Saç amonim kimidir, qarış amonim kimidir. Bir əlin qarışı, bir də var bir uzunluq vahidi qarış mənasında, bir də var bir şeyə qarışmaq, müdaxilə etmək. 36-da A. 37-də nə deyir? Endim bulaq başına, yarım çıxdı qarşıma. Altından xət çəkilmiş sözün sinonimi. Bulaq nə olacaq? Bulaq çeşmə olar da yəqin ki. 37-də bulaq çeşmə. 38-də nə deyir? Aşağıdakı sözlərdən hansılar amonimi xüsusiyyətinə malikdir? Amonimi xüsusiyyətinə malik olanları göstər deyirsə, 7 amonim xüsusiyyətinə malik olan sözlərdən söhbət gedirsə, 7 amonim deyil. Tək mənalı sözdür. Ürək də həmçinin qaz, biri var maye qaz, bir də var həyətdə saxlanılan ev quşu mənasında. Yaş, yaş torpaq, insanın yaşı. Şirin də amonim deyil. 6, biri var rəqəm 80, bir də var bir adam diksinməyi, səksənməyi. 100 də həmçinin amonim deyil, at olacaq. B variantı, biri var heyvan at, bir də var birinə top atmaq mənasında feil. Sözlərdən hansıları amonim xüsusiyyətinə malikdir? Amonim xüsusiyyətinə malik olanları göstər deyirsə, baxaq. Qalanı mən mütləq götürürəm, çünki amonimdə yaşıl amonim deyil. Göy, rəng və səma mənasında amonimdə al, bir şeyin alınması, bir də var al rəng. Bir də sağ tərəfin, bir də var heyvanı sağmaq oldu C variantı. 1, 3, 5, bir də 4 düzdür. Cümlələrdən birində feilin kökü amonimli xüsusiyyəti daşıyaraq isim və feil kimi işlənə bilir. Deməli, cümlələrdən birinin kökü, birində feilin kökü amonimli xüsusiyyəti daşıyır, isim və feil kimi işlənir. Yarışçılar həyəcanlı görünürdülər. Burada mən amonimi görmürəm. Odunların bir hissəsi yarılmışdı. Elə bax bu variant olacaq. Bax, yar,
Yar sözü bir şeyi yarmaq olur fiil, həm də amonimdir. Bir də var, deyirəm, yar sevgili mənasında oldu isim. Bir deyir ki, 41-də gül balalar deyib gülsün. Gül balalar deyib gülsün. Sözün nümunədə altından xətt çəkilmiş sözlər bir-birinin münasibətdə nədir? Biri var gül balalar, güllə gülmək, bu artıq olacaq amonimlər qrupuna daxil olacaq. Sonra deyir ki, burada onun nəfsi ağırdır və onun tamahı çoxdur. Nəfs, tamah cümlədə altından xətt çəkilmiş sözlər bir-birinə münasibətdə nə adlanır, hansı məna qrupuna daxil olursa, bu sinonim, yaxın mənalı sözlər. Sonra 43-də nə deyir? Antonim sifətlər cütlüklərindən ibarət sözlərdir. Cütlüklərindən ibarət sözlüklərdir deyidirsə, güney, quzey bu bir-birinin əksidir. Güney, quzey, şimal, cənub artıq bu burada olmayacaq, koruyur buranı. Sonra yaxşılıq, yamanlıq, qocalıq, cavanlıq, istilik, soyuqluq bu antonim sayılmır. Digər tərəfdən baxaq, gözəl, çirkin, kobud, incə, bir də quru, yaş olacaq C variantı. Hər ikisi quruluşca düzəltmə antonim sözdür. Hər ikisi quruluşca düzəltmə antonim sözdür. Quruluşca düzəltmə olsun, özü də antonim olsun. Baxaq görə. Açılmaq, bağlanmaq. Açdan, açıl, bir də bağdan, bağlamaq mənası. Açılmaq, bağlamaq bir-birinin antonimidir, düzəltmə antonim sayılır. Sonra getdi, düzəltmə söz sayılır. Düzəltmə antonim nəymiş? Hansı bəddəki amonimlərin hər biri termin kimi də işlənə bilər? Termin kimi də işlənə bilər. Termin kimi də işlənə bilərsə, baxaq görək. Məxrəc, xeyr, xor, qrov deyil. Burada olacaq təsnif. Bir var. Məndən termin kimi də. Təsnif musiqinin bölməsi, efir, efir yağları, qazda həmçinin, havada musiqinin havaları həmçinin. Sonra digər tərəfdən amonim kimi işlənə bilən dilçilik terminindən söhbət gedirsə, dilçilik termini, yəni Azərbaycan dilindən söhbət gedir. Bucaq, bu riyaziyyata dairdir. Olacaq zərf, sifət, say. Məsələn, zərf, biri var, hərəkətə aid olan əsas nitq hissəsidir. Bir də var zərf, açıqca mənasında, sifət, insanın sifəti, bir də əsas nitq hissəsi ismə aid olur. İsmin əlamətini izah edir. Say, biri var, say, əşyanın miqdarını bildirir. Bir də bir şəxsin əşyaları saymaq, qələmi, dəftəri saymaq. Oldu həm dilçiliyin termini kimi amonim. Biri kökü amonim olan sözdür. Kökündən artıq söhbət gedirsə, mən deməli onun kök hissəsindən baxmalıyam. Deməli, yaşıllıq. Sözün kökü yaşıl. Yaşıl bizim amonimimiz yoxdur. Toxucu, toxu. Toxu sözün kökü. Toxucu. Bizim amonimimiz yoxdur. Toxu. Soyuducu sözünün kökünə baxıram. Soyu. Bu soymaqdan soymaq. Soyutmaq, soyuducu. Burada soyu sözündə amonimiz olmadığına görə olacaq D variantı. Sözün kökü soy, soydaş. Soy, biri var, soy, kartofu, soğanı soymaq mənasında, meyvəni soymaq mənasında. Bir də var soy kökümüz, nəslimiz, nəcabətimiz. Sonra 48. Biri amonimdir desə, elə olacaq A variantı. Çünki təsnif amonim sözü soruşur da, eləmi? Amonim oldu, elə təsnif. İsim və feil kimi amonim ola bilməz. İsim və feil kimi amonim ola bilməz. Yəni, digər nitq hissəsi olmalıdır. Yəni, isim və feil olmalı deyil. Baxaq görək. Bir. Din, biri var İslam dininə, biri var dinmək. Qarışmaq, biri var qarış. Nə?
Anmaq feil oldu. Bir də an dəqiqənə. Qatar bu amonim deyil. D variantı. Qır. Biri var qırmaq, bir şey var, bir də var qır. Evlərin damının üzərini qırırlar ki, su falan yağanda su evə dammasın. Bir yerin bərpa olunması üçün qara bir maddədir. Oldu D variantı. 51-də nə deyir? Amonim sözlər sırasını müəyyənləşdir. Amonim sözlər sırasını müəyyən etdirsə, burada dolma bunu korluyur. Bölgə də bunu korluyur. Sonra fox. Gözdə bunu korluyur burada. Olacaq dik. Dik, qala, çat, say. D variantı. 51-də D variantı olacaq. 52. Hansı bənddə həm amonimlik, həm çox mənalılıq xüsusiyyətinə malik olan söz yoxdur? Çünki amonimlə çox mənalıların ortaq sözləri var. Yəni, deyir ki, ortaq olmayan söz işlənsin. Bir variantlara baxaq görək. Baş, ömür. Baş çox mənalıdır, amma amonim deyir. Ömür də nə deyir? Hansı bənddə həm amonimlik, həm də çox mənalılıq xüsusiyyətinə malik olan söz yoxdur? Elə A variantıdır. Sonra gəldik digər tərəfə baxırıq. Çünki burada say amonimdir, din amonimdir, qol həm çox mənalı, həm amonimdir, düzdə amonimdir. 53-də amonim ola bilən sözdür. Amonim ola bilən sözdür. Kilas, göl deyil, göz. Göz həm çox mənalı sözdür, həm də amonimdir. Qapı heç ümumiyyətlə tək mənalı sözdür, dik. Y variantı. Sonra biri amonim deyil. Amonim, mürəkkəb amonimdir. B variantına baxıram. Divan da amonimdir, al da amonimdir. Üz həm amonimdir, həm də çox mənalı sözdür. Bu da oldu tələ. Amonim deyil, tək mənalı sözdür. Nə deyir 55-də? Uyğunluğu müəyyən edin. Uyğunluğu müəyyən edin. Bir müəyyən eləyək görək amonimliyi. Amonimliyi nə idi? Uyğunluğu müəyyən edin. Sinonimlik yaradan sözlər hər zaman bir-birini əvəz edir, səhvdir. Çünki əvvəldə qeyd etdim ki, sinonimlər nə idi? Mütləq sinonimlər vardı, nisbi sinonimlər var idi. Bir də vardı nisbi sinonimlər. Mütləq sinonimlər bir-birini əvəz edirdi, amma nisbi sinonimlər əvəz etmədi. Bunu yanlış olaraq birləşdiririk bura. Bunu belə birləşdirək ki, daha cəlb edici görünsün. Sonra amonim sözlər fərqli leksik mənaya malikdir. Amonim sözlər fərqli leksik mənaya malikdir. Bəli, bu doğrudur. Amonimlərin onsuz da xüsusiyyəti odur da. Deyilişi, yazılışı eyni olur. Müxtəlif nitq hissəsinə əsaslanan müxtəlif mənalar bildirir. Çox mənalı sözlər eyni nitq hissəsinə aid olur. Bəli. Əvvəldə də qeyd etdim ki, çox mənalı ilə antonim və sinonimlərin oxşar cəhəti odur. Frazoloji birləşmələrin birinci tərəfi aslı, ikinci tərəfi isə əsasdır. Ümumən, yadınızda saxlayın ki, bu frazoloji birləşmənin əsas və asıl tərəfi olmur. Çünki bu sabit söz birləşmələrdir. Sərpə söz birləşmələrində olar əsas və asıl tərəfi. Sonra düzəltmə sözlərin antonimi ola bilməz. Düzəltmə sözlərin antonimi ola bilməz. Niyə olmur ki? Olur. Deməli, harada uyğunluq gətiririk? Baxaq görək. Deməli, yanlış. Baxaq görək, hansı variantdadır bu sxem uyğun. Bu olacaq, elə deyəsən C variantı. Sonra gəldik 56-da nə dedi? Nəfs sözünün sinonimi hansı cərgədə düzgün verilmişdir? Nəfs, iynə. Biri var bunun nəfs mənası, bir də var nəfs mənasında. Fərqli mənalardır bunlar. Zərif, acgöz, gözəllik mənası bu olacaq. Bu nəfsdir bu, acgöz, nəfs. Onun mənası budur, tamahkar nəfs. Sonra 57-də nə deyir? 57-də deyir ki,
Nəfs. Yo, səhv elədim mən. Nəyi səhv? Gözəllik. Gözəllik nəymiş? Zərif. Gözəllik nəymiş? Bağışlayın. Səhv oldu. Deməli, nəfs sözünün sinonimi olur zərf. Zərif. Zərfinin. Hansı amonimlər müxtəlif nitq hissəsinə aiddir? Amonimlərin müxtəlif nitq hissəsinə aid olduğunu göstərirsə, mürəkkəb, biri var qələmin içərisindəki çirlil, nə mürəkkəb, bir də var mürəkkəb iş. Bir bu mənada nəticə, bir işin nəticəsi nə, bir də var nəticə. İnsan mənasında nəticə, nəvə. Hər iki mənası isim oldu. Qurd deyil. Sonra baxaq görək digər tərəfdən. Yaş biri var. İnsanın yaşı nə? Bir də var yaşayır. Nə mənasında? Deməli oldu 1-4. 1-4 başqa variantlarda var. Məncə yox. El oldu 1-4 D variantı. Çay amonim deyil. Şam. Biri var şam yeməyi. Nə? Biri var yandırılan şam. Bir də var şam ağacı. Bu hər tərəfdən isimdir. Sonra burada qurd da var. Məsələn, canavar mənasında nə? Qurd. Bir də var həşərat mənasında yumşaq bədənli, uzunsov, ayaqsız canlı. O da hər iki tərəfdən oldu isim. Sonra hansı amonimlər müxtəlif nitq hissəsinə aiddir? Yenə eyni nitq hissəsi 57-nin təkrarıdır. 58-də baxaq. 58-də baxırıq. Deyir ki, bal. Biri var arının topladığı bal nə? Bir də var imtahanda toplanan bal nə? İkisi də eyni şeydir. Tut. Biri var yediyimiz meyvə tut mənasında. Nə? Bir də var bir şəxsi tutmaq. 2. Sonra çən. Biri var su yığılıb içində saxlanılan çən. Su. Su qabı. Nə? Bir də var deyirsən ki, təbiətdə bitkilərin üzərinə çən düşüb. Balaca damcı formasında, yağış formasında su damcıları çən, yenə isimdir. Biri var top, məsələn, silah növü kimi top, hərbidə istifadə olunan silahın bir başqa növü. Bir də var top, uşaqların oynadığı top, nə? Futbolda istifadə olunan top, nə? Sonra gəldik əqrəb, həşərat əqrəb nə? Bir də sadın əqrəbi nə? Eyni nitq hissəsi oldu. Oldu buradan yol. Bir var toyuğu yolmaq, bir də var deyirəm ki, getdiyim yol nə? Oldu Y variantı. Misraların hansında istək sözünün sinonimi işlənmişdir? İstək sözünün sinonimindən söhbət gedirsə, bir baxaq görək. Deyir ki, bu məktubun hər sətrində ürək çırpınır, böyük arzu, böyük əməl, böyük arzu, istək, dilək çırpınır. Dilək, arzu, istək, bunlar yaxın mənalı sözlərdir. Oldu 3-4 hansı variantdır? D variantı. Sonra yaman sözü hansı cümlədə olduqca mənasında işlənmişdir? Yaman sözü olduqca mənasında. Baxaq görək, deyir ki, dost yaman gündə tanınar, olduqca yaman gündə tanınar, dost olduqca gündə tanınar, xeyr. Gəraylı sözü ona yaman təsir etdi. Gəraylı söz nə idi? Gərayın sözü ona yaman təsir etdi. Gərayın sözü ona olduqca təsir etdi. Olur burada B variantı. 61-də nə istəyir məndən? Deyir ki, altından xətt çəkilmiş sözlərdən hansılar amonimdir bir-birinə? Ümumiyyətlə A variantına baxıram. Kağız, torba davamsız olur. Bu qədər kağız nəyinə lazımdır? Ümumiyyətlə kağız amonim deyil. Mən birbaşa silirəm. B variantına da bax, uşağın boğazı ağrıyır. Bir qrafinin boğazı, bu çox mənalı sözdür. Uşağın dişi çıxır, darağın dişi, bu da çox mənalı sözdür. Onun gözləri mavidir, bir də şkafın bir neçə gözü var. Bu da çox mənalı sözdür. Amma Y variantına baxaq, deyir, axşam dolu yağdı, dolu təbiət hadisəsi. Bir də ovçunun belindəki qatar, patronla dolu idi. Y variantı. 62-də nə deyir? Hansı sözlər həm çox mənalı, həm də amonim söz kimi işlənə bilər? Bayaqlarım qeyd etdiyim kimi. Baxaq görək.
Baxaq. Dil. Mən bunu həm amonim kimi götürəcəm, həm də çox mənalı söz kimi. Durna ümumiyyətlə nə amonimdir, nə də çox mənalıdır. İkiləri çıxardırım. Sonra sola baxırıq. Bəli, sol həm çox mənalıdır, həm amonimdir. Qol da həmçinin ağacın qolu, insanın imza atdığı qol, futbolda açılan hesab qol, bədən üzvü qol. Bu amonimdir. Bir də var deyirəm ki, ağacın qolu, kəndin qolu. Sonra 4. Həyat ümumiyyətlə amonim deyil. 5-lərin üstündən xətt çəkirəm. Kainat da həmçinin ümumiyyətlə amonim deyil. Bu da belə getdi. Bir dənə Y variantı qalır. Onun da içərisində 7 yoxdur. Ümumiyyətlə insan amonim deyil. Oldu üz. Oldu Y variantı. İnsanın üzündən suda üzmək amonimdir. Bir də var, məsələn, deyirəm ki, suyun üzü, dəftərin üzü, kitabın üzü və yaxud qatığın, südün üzü artıq çevrilir çox mənalıya. Sinonim və antonimlər üçün ortaq xüsusiyyət hansıdır? Ortaq xüsusiyyəti soruşursa, eyni mənaları bildirmək xeyr, bir-birinin əks mənasını bildirmək bu antonimdir. Eyni mənaları bildirmək bu sinonimə aid qaydadır. Eyni nitq hissəsinə aid sözlərindən təşkil olunması. Elə bayaq əvvəlki dəqiqələrdə bir neçə dəfə qeyd etmişdim ki, ümumiyyətlə sinonim, antonim və çox mənalı oxşar cəhəti odur ki, eyni nitq hissəsinə aid olmalarıdır. Nə deyir 64-də? 64-də deyir ki, qafiyə təşkil edən sözlər nədir? Qafiyə təşkil edən sözlərə bir baxaq görək. Ümumiyyətlə şeiri oxuyaq görək, nədən danışırıq burada. Deyir ki, göl içrə üzürdü bir yekə qaz, özünə fəxr edib uzatdı boğaz. Qaz, boğaz, qafiyə təşkil edən sözlərdirsə bunlar özdə yoxsul qafiyədir. Bu olacaq, qaz amonim olacaq. Boğaz isə çox mənalı söz. 64-də A. Qafiyə təşkil edən sözlər nədir? Bir oxuyaq görək, qafiyə təşkil edən şeiri oxuyaq görək. Deyir ki, bir çıxaydım damqayanın daşına, bir baxaydım keçmişinə, yaşına. Baxaq görək, daşına, yaşına, daş və yaş mənasında. Bir çıxaydım damqayanın daşına. Bu orada olacaq amonim, özdə qafiyə təşkil edir, zəngin qafiyədir. Daş. Bir baxaydım keçmişinə, yaşına. Bu da olacaq buradan 65-də çox mənalı söz. Həm çox mənalıdır, həm də amonim sayılmış olur 65-də. Sonra digər tərəfdən baxaq. Hansı cümlədə amonim kimi işlənə bilən söz var? Amonim kimi. Səsindən baharın nəsimi gəldi. Halqı Şah Füzuli nəsimi gəldi. Baxaq görək. Mənə amonim kimi. Mən burada amonim görmürəm. Sonra bəzən bunu uşaqlar ümumidən xüsusiyə keçən sözləri amonim kimi götürürlər. Olmaz elə şey. Məsələn, nəsimi burada ümumidir, burada nəsimi şəxs adıdır. Amonim götürmək olmaz. Biz dünənki yarışda qalib gəldik. Burada olacaq biz. Çünki amonimdir. Sonra, hansı cümlədə amonim kimi işlənə bilən söz var? Hansı cümlədə amonim kimi işlənə bilən söz var? Deyir ki, şəkil yağlı boya ilə çəkilmişdi. Elə burada boya sözü. Bir yer var boyamaq mənasında, bir var rəng, boya mənasında. Nümunədə altından xətt çəkilmiş sözlər leksik baxımından nədir? Elxan girdi palçığa, üst başını buladı. Toplan görüb utandı, quyruğunu buladı. Üst başını bulamaq, yəni çirkaba batırmaq, bir də var quyruğunu bulamaq, hərəkət etdirmək mənasındadır. Üst başını bulaya da bilər, heyvan da, toplan da, it də quyruğunu bulaya bilər. Bunlar hər ikisi olacaq amonim. Sonra, hansı amonimlər müxtəlif nitq hissəsinə aiddir? Müxtəlif nitq hissəsinə aid olan amonimləri soruşursa məndən,
Gün, biri var planet mənasında gün, nə isim, bir də elə həftənin günləri yenə isim. Göy, biri var rəng mənasında, necə, göy rəng, bir də var deyirsən ki, səma mənasında, 2. Gül, biri var gülmək, biri də var gül, ətirli çiçək mənasında, nə. Sonra əqrəb, həşərat əqrəbdə olanda nisk hissəsi olur. Saatın içərisində dövr eləyən, dəqiqələri bildirən əqrəbdə olanda yenə nitq hissəsi isim olur. Sağ, biri var heyvanı sağmaq, biri var sağ tərəf, nə. Bir var anmaq, birini anmaq, bir də var an, dəqiqə, nə. Oldu hansı 2, 3, 5, 6 C variantı. Hansı sözlər müxtəlif nitq hissəsinə aid olan amonimliyi göstərirsə, baxaq görək, deyir ki, bağ, ayaqqabının bağı nə, bir də bağ bostan nə. Qarış, biri var bir şeyə qarışmaq, müdaxilə etmək, fiil, bir də var qarış, əlin qarış hissəsi nə. Uzunluq vahidi qarış. 2, 3, biri var müxtəlif nitq hissəsi olanda 1, biri var say, biri var, bir də bir ədat mənası, ədat mənasında nə idi? Ədat. Sonra keçdik bu tərəf yaz, biri var yazmaq mənasında, bir də yaz fəsli nə. Keçdik sonra şamı mən eyni nitq hissəsi götürəcəm, hər bir mənada isimdir. Biri var kürümək, qarı kürümək, biri var kürünə, isim mənasında oldu. D variantı. Sonra sinonimlərlə bağlı yanlış fikri göstər. Daha çox isim, sifət, feillər sinonim olur. Bayaq qeyd etmişdim qaydanı. Kiçik formada izahını verəndə yazışı deyilişi müxtəlif, leksik mənalarına görə eyni və ya yaxın mənalı bildirən sözlərə deyilir. Bəli, bu da doğrudur. Eyni nitq hissəsinə məxsub olan sözlərdir. Bəli, həmişə bir-birini əvəz edir. Xeyr, həmişə bir-birini əvəz edə bilmirlər. Mütləq sinonimlər hər zaman bir-birini əvəz eləyir. Sonra keçdik. 72-də nədir? Sözlərdən biri amonim xüsusiyyəti daşıyaraq isim və fiil kimi olur. İsim və fiil kimi olan sinonimləri soruşursa məndən, deyir, bu səpin vurğusunun dəyişməyinə mənası dəyişən sözdür. Sonra sözlərin biri amonim xüsusiyyəti daşıyaraq isim və fiil. Biri var qoyun, heyvan mənasında qoyun, o isimdir. Biri var insanın qoyunu, qucağı. Amonimdir, amma nitq hissəsi isimdir. Sürü, biri var bir yerə sürmək, dartışdırmaq mənasında fiil. Bir də var sürü, qoyun sürüsü. Olur C variantı. Sözlərin biri amonimlik xüsusiyyəti daşıyaraq isim və fiil kimi işlənir. Diş, bu çox mənalı sözdür. Dolu həm isimdir, həm sifətdir. Çən hamısı isimdir. Qurt da hamısı isimdir. Heyvan qurt mənasında canavar. Bir də var ayaqsız həşərat mənasında balaca uzunsov. Çap, biri var çap, bir şeyi çap etmək, bir də var çap nə. Sonra getdik 74-də bax. Antonimlərlə bağlı səhv fikir, antonimlərlə bağlı səhv fikri. Mürəkkəb sözlərin bir qismi antonimlər hesabına yaranır. Bu doğrudur. Doğrudur, məndən yanlışı soruşur. Antonim tərəflər eyni nitq hissəsinə aid olur. Bəli, antonim tərəflər. Antonim sözlərdə də belə deyək. Bir-birinin əksi olan sözlərdə bəli, mürəkkəb sözlər antonimli yarada bilmirlər. Niyə ki, A variantını ilə bir təksib etmiş kimi oluruq D variantında. Amonimlərlə bağlı səhv fikri göstərir. Bir hərf fərqi ilə seçilən sözlər amonim deyil, bəli. Məsələn, sonra mətin kimi. Sonra eyni cümlə, eyni cür yazılan, lakin vurğusu müxtəlif olan sözlər amonim deyil, bəli. Məsələn, səpin, dimdik. Bu da cinas qafiyələr həmişə amonim sözlərdən ibarət olur. Cinas qafiyələrdən söhbət gedirsə, bəli, cinaslıqdan söhbət gedirsə, deyir ki, cinas qafiyələr həmişə amonim sözlərdən ibarət olur. Bu səhvdir. Həmişə sözü burada bunun yanlış olmasına səbəb yaradır və yanlış olmasına gətirib çıxardır. 76-da nə deyir? 76-da deyir ki, cümlələrin birində amonim söz həm isim, həm də fiil kimi işlənə bilər. Amonim sözlərin göstərdiyirsə, verilişdə qədim Şam şəhərindən danışır. Biz bilirik ki, ümumidən xüsusiyə keçən sözlər amonim sayıla bilər. Amma Şamı məsələn şəhər mənasında yox.
yandırılan, evi işıqlandırmaq üçün istifadə olunan şam yeməyi, ağac şam kimi götürürsə həm amonim olur. Amma şəhər kimi amonim götürə bilmərəm. Sonra divardakı enli çatlarda hörümçəklər tor qurmuşdu. Sonra digər tərəfdə baxaq, feil kimi işlənmişdir. Sonra çoxdan yazmağa başladığı əsər bir yaz axşamı bitirdi. Burada C variantıdır. Bir, çoxdan yazmağa başladı. Burada yazmaq mənasındadır, yəni yazmaq fiil. Bir də başladığı əsərini bir yaz axşamı, nə? Fəsil mənasında. Cümlələrin birində amonim söz həm isim, həm də fiil kimi işlənmişdir. Həm isim eyni ilə baxın 76-cı testin təkrarıdır. Deyir ki, inci qiymətli daşdır. Mən bu incini hara çevirsəm, bu boyunbağı mənasındadır burada. Ay Kərbalayı, mən onu da yaxşı qanıram ki, tökülən qan yerdə qalmaz. Bu qan amonimdir, bir də bu qan da amonimdir. Biri var qanıram, qanmaq mənasında feil, bir də var qan. Tökülən qan yerdə qalmaz, yəni bədəndən dövr eləyən qan mənasında. Nə? B variantı. Hədiyyə sözünün sinonim kimi verilənlərdən biri səhvdir. Hədiyyə kimi verilənlərdən biri töhfə, düzdür, ərmağanda həmçinin. Hədiyyə, rüşvət bunlar bir-birinin antonimi sayılır. Hədiyyə, rüşvət. Yox, antonim soruşur bizdən. Antonim, yox, sinonimi. Hədiyyə sözünün sinonim kimi verilənlərdən biri səhvdir. Hədə, töhfə, ərmağan, bəxşiş, sovqat bunlar sinonimdir. Amma rüşvət, hədiyyə, rüşvət bu antonim sayılmır. Kədər sözünün sinonim kimi verilənlərdən biri səhvdir. Kədər sözünün verilənlərdən biri, baxaq görək, sinonim sayılmır. Qəm, kədər, ələm, qüssə, dərd, diqqət, bu onun sinonimi deyil. Nümunədə işarələnmiş sözün sinonimidir. Ayazlı, şaxtalı bir qış axşamı 7 yoldaş olub yola düzəldik. Göstərək görək sinonimlə söhbət gedirsə bunun sinoniminə baxaq görək. Çovğunlu, xeyr, şaxtalar çovğun hara, tufanlı, o da olmaz, qasırğalı da, həmçinin fırtınalı da, sazaqlı, şaxtalı, sazaqlı. 81-ə baxırıq. Deyir, nümunədə işarələnmiş sözün sinonimidir. Alar səni qoynuna mehriban xəzər, inci taxar boynuna narın ləpələr. Qoynu sözü ilə sinonimi, yəni qoyun qucaq mənasında. Olacaq nə? Elə buradan 81-də A olar da, qoyun qucaq. Səhv fikirdir. Antonimlər yalnız eyni hissəsinə aid olur. Bəli. Sonra digər tərəfdən amonimlər həm eyni, həm də müxtəlif nitq hissəsinə aid olur. Bayaq qeyd etmişdim. Sinonimlər bədii ədəbiyyatda cinəs qafiyə yaratmağa xidmət edir. Xeyr, sinonimlərin əsas vəzifəsi dildə təkrarçılığın qarşısını almaq üçündür. Hər iki sözün amonim kimi işlətmək mümkündür. Hər iki sözü antonim kimi, antonim neymiş? İşlətmək mümkündür. Baş, daş, baş çox mənalı sözdür. Bar sözü 83-də bar, biri var meyvə bar, dan yeri sökülmək, biri var danmaq, bar. Oldu B. Hər iki sözün amonim kimi işlətmək mümkündür. Yenə hər iki sözü amonim. Maşın burada korruyur. Sıram, gözdə həmçinin. Elə olacaq burada C. Çünki 84-də bənd və qala. Sonra 85-də nə deyir? 85-də deyir ki, feillərdən birinin kökü amonim səciyyəli söz deyil. Yollandı, yol sözünün kökünü götürsək, biri var yol, isim mənasında getdiyimiz yol, bir də var yolmaq. Sonra gülüşdü, onsuz da sözün kökü güldü də, gülmək. Solğunlaşdı, sol, tərəf mənasında nə? Bir var solmaq, feil təşkil edir. Yarıldı, bir var yarmaq, feil kimi, bir var sevgili, yar kimi. Ayırdı sözü isə amonim səciyyəli söz deyil, ayır. B. 86-da nə deyirlər? 85-in təkrarıdır. Nə deyir? Deyir ki, feillərdən birinin kökü amonim səciyyəli söz deyil. Yaz, biri var yaz fəsil mənasında, biri var yazmaq.
Düzüldü, düzmək mənasında biri var, düz, mil düzü. Dondurulmuşdu, don, qadınların geyindiyi paltar nə? Biri var donmaq. Azğınlaşdı, biri var azmaq mənasında, biri var az, nə qədər. Burada olacaq B variantı, sat. Sat fiildir sadəcə. Sonra nümunədə hansı misrada amonim kimi işlənə? Nümunədə hansı misrada amonim kimi işlənə bilən söz yoxdur? Hansı? Ceyranım dağda açdı. Dağ. Burada amonim var. Mən birləri silirəm. Mənim gözüm qamaşdı. Mənim gözüm qamaşdı deyəndə burada çox mənalı söz var. Amma amonim yoxdur. Bunu hələ ki nəzərimdə saxlayıram. Sonra digər tərəfə baxaq görək. Yarla üz-üzə gəldim. Yar burada amonimdir. Birdən dilim dolaşdı. Oldu buradan. Baxaq görək. İkinci misal birdən. Burada da bir amonimdir. Oldu C variantı. Nümunənin hansı misrasında amonim kimi işlənə bilən söz yoxdur? Demək, arazın qurumasın. Göy otun qarımasın. Göy burada səma mənasında, bir də rəng mənasında var. İkilər 7. Səni məndən edəni mən burada görmürəm. Sonra görüm heç yarımasın. Burada da yar mənası var. Yar. Deməli, 4-cü misrada var amonim. Deməli, oldu burada arazın suyu qurumasın. Məndən soruşur ki, amonim kimi işlənə bilən söz yoxdur. Amonim kimi işlənə bilən söz yoxdur. Quru. Oldu A variantı. Çünki 3-cü misrada yoxdur. Arazın suyu qurumasın. Sonra 89-da nə deyir? Deyir ki, uyğun ifadə ilə cümləni tamamla. Uyğun ifadəni məndən soruşursa, baxaq görək uyğun ifadə. Amonimlər çox mənalı sözlərdən fərqli olaraq tamamilə fərqli mənalar bildirir. Bəli. Oldu A variantı. Heç olmayan çox mənalı sözlər ilkin məna ilə bağlı olur. Amma amonimlər ilkin mənasını itirir. Altından xətt çəkilmiş sözlərdən birin həm çox mənalı söz, həm də amonim kimi işlənə bilər. İşlənə bilər. İşlənə bilər soruşursa məndən, baxaq görə deyir, biz onunla uşaqlıq dostuq. Bizi mən hara fırlasam, bu amonimdir. Dağ başına indi çən, ağ yeyindir çöl çəmən. Burada çən hara çevirsəm amonimdir. Deyir ki, burada şeir misrası. Zülüm nə din bildi, nə dil, nə vətən. Bu dil həm çox mənalıdır, həm də amonimdir. C variantı. 91-də nə deyir? Altından xətt çəkilmiş sözlərdən biri eyni ilə 90-ın təkrarıdır. Həm çox mənalı, həm də amonim kimi işlənə bilər. Deyir, ağıl yaşda deyil, başladı. Bu ağıl amonimdir. Bu kitab ümumiyyətlə ədəbiyyatımızda bir dönüşdür. Bu kitab çox mənalı sözdür, amonim deyil. O güldü kağıza qol çəkən zaman. Qol, biri var deyirəm ki, kəndin qolu, ağacın qolu, bu olur çox mənalı. Bir də deyirəm, futbolda açılan hesab, amonim kimi çəkilən imza qoyub da bədən üzü. C variantı. Sonra 92-də nə deyir? Sinonimlərlə bağlı səhv fikri göstərin, səhv fikri. Səhv fikri soruşursa məndən baxaq görək. Sinonimlərlə bağlı səhv fikri. Fikir daha dəqiq ifadə etməyə xidmət edir, bəli. Sinonim kimi çıxış edən sözlər bəzən bir-birini əvəz edə bilmir, bəli. Amonimlərdən fərqli olaraq eyni nitq hissəsinə aiddir. Bu da həmçinin bədii nitqdə təzad yaratmaq üçün istifadə edilir. Bədii nitqdə təzad yaratmaq üçün antonimi qoyub sinonimini indirəm ki mən. Bu antonim aiddir. Hansı cümlədə çox mənalı olmayan, amma homonim kimi işlənə bilən söz vardır. Söz vardır. Tapaq da. Çox mənalı olmasın. Bu torpaqda dərindən kök salmışam. Kök nədir? Həm homonimdir, həm də çox mənalı söz. Millət yaşayırsa,
Dil yaşayır. Burada həm dil də var, yaşa da var. Baş həkimin otağı 3-cü mərtəbədə yerləşir. Sonra digər tərəfdən bir baxaq. Deyir ki, məndən neysə, hansı cümlə çox mənalı olmayan, burada axın baş çox mənalıdır. Amma amonim kimi işlənə bilən söz. Qayınlar və ləslər meşənin yaraşığı idi. Qayınlar olacaq burada, 93-də olacaq D variantı. Çünki burada yaramaq sözü var ha. Yaramaq sözü amonimdir. Aha. Sonra getdik buradan. Hansı nümunədə çox mənalı olmayan, amma eyni ilə 93-ün təkrarı, amma amonim kimi işlənə bilən söz var. Amonim kimi işlənə bilən sözdən söhbət gedirsə, dan yeri təzəcə işıqlandı. Elə bax, burada danı heç uzağa getməyək. Dan yeri təzəcə işıqlanmışdı. Dan. Bir şey danmaq, bir var dan yeri. Sonra keçdik. Hansı nümunədə sözlər göstərir mənə. Hansı nümunədə söz birləşmələrinin tərəfləri əsas nitq hissəsinə aid homonimlərlə ifadə olunmuşdur. Hansı nümunədə söz birləşməsinin tərəfləri əsas nitq hissəsinə aid homonimlərlə ifadə olunmuşdur. 95-də sahibləri kimi nəfəsləri də bir-birini vurdu. Burada mən amonim görmürəm. Sonra yenə göyün üzü aydın görünür. Bəli, göyün üzü 3-cü növ təyini söz birləşməsidir. Buradakı tərəfi, üzüm, göy sözü var ha, göy və üz sözü amonimdir. Elə məndən də onu istəyir. Hansı nümunədə söz birləşməsinin tərəfləri əsas nitq hissəsinə aid olan amonimlərdir. B variantı. Sonra 96-da nə deyir? Hansı nümunədə söz birləşməsi eyni ilə 95-in təkrarı. Söz birləşməsinin tərəfləri əsas nitq hissəsinə aid homonimlərlə ifadə olunmuşdur. Homonimlərlə ifadə olunmuşdur. Soruşursa, şair həyatın, cəmiyyətin müşahidçisidir. Həyatın müşahiyyətçisidir, cəmiyyətin müşahiyyətçisidir. Dilim topuq vurdu. Burada heç biri amonim deyil. Maşın sol yola dönüb sürətini artırdı. Maşın sol yola dönüb sürətini artırdı. Baxaq görək, maşın sol yola dönüb sürətini artırdı. Burada söz birləşməsinin əsas tərəfləri, əsas nitq hissəsinə aid homonimlərlə ifadə olunmuşdur. Burada var söz birləşməsi, öz də feili bağlamanın tərkibinin içərisində. Maşın sol yola dönüb sürətini artırdı. Sol sözü var, burada amonimdir. Çünki tərkibin daxilindədir. Maşın sol yola dönüb sürətini artırdı. Nə zaman sürətini artırdı? Sol yola dönüb. Tərkib var. Tərkib var. Yəni söz birləşməsi var. Burada sol nədir? Amonimdir. Yol amonimdir. Oldu B variantı. Hətta mən burada maşın sürəti sözünü də yəni 3-cü növ təyini söz birləşməsi kimi götürüb sürət sözünü də amonim kimi qəbul edə bilərəm. Deməli oldu B variantı. 97-də nə deyir? Deyir, hansı nümunədə altından xətt çəkilmiş söz həm amonim, həm də çox mənalı söz kimi işlənə bilər? Hər ikisi mənada işlənə bilər. Mən baxıram, kənddəki evlərin çoxu çay daşından tikilmişdir. Çay çox mənalı deyil, yalnız amonimdir. Suya girib qayığı sahilə çıxartdı. Bu ümumiyyətlə amonim deyil. Baş bədənin tacıdır, gözlər onun daş qaşıdır. Bu çox mənalıdır. Bir cüt göz görmüşəm zülmətdən qara. Qaralığı işıq salır. Qaralığı işıq salır qaranlıqlara. Bir cüt göz görmüşəm zülmətdən qara, qaralığı işıq salır qaranlıqlara. Nə deyir? Hansı nümunədə altından xətt çəkilmiş söz həm amonim, həm də çox mənalı söz kimi işlənə bilər? Sal. Biri var, bir şeyi yerə salmaq. Biri var,
sal daş, böyük mənasında. Biri var məsələn deyirəm ki, onun sözünü salmaq, yerə salmaq. Və yaxud bir şey salıb sındırmaq. Onun sözünü salmaq çox mənalıdır. Sözünü yerə salmaq, sındırmaq mənasında, yəni eşitməmək. Onda olur çox mənalı. Bir də var deyirəm ki, sal daş böyük. Bir də var bir şeyi salıb yerə sındırmaq. Onda oldu amonim. 98-də nə deyir? 98-də deyir ki, hansı nümunədə bütün sözlərin qarşılığı ilə əvəz etmək olar? Qarşılığı ilə əvəz etmək olar deyirsə, baxıram mən, deyir ki, azad təbiət çox sevir. Azad təbiəti çox sevir. Burada insandır. İnsanı mən nə ilə əvəzləşdirə bilərəm ki, yaxın mənalıdan söhbət gedirsə, sinonimdən gedirsə. Lalə difcəkləri həvəslə, bu da lalə insan adıdır. Mən onu nə ilə əvəzləşdirə bilərəm? Xalqımız torpaq uğrunda vuruşanları unutmurdu. Məsələn, deyə bilərəm ki, xalqımız, elimiz, obamız torpaq uğrunda, vətən uğrunda, naminə, vətən naminə vuruşanları, döyüşənləri unutmur, yəni yaddan çıxarmır. Mən bunların sinonimlə əvəzləşdirə bilərəm. Hansı cümlədə bütün sözlərin qarşılığı ilə əvəz etmək olar? Bütün sözlərin qarşılığı ilə əvəz etməyə soruşursa, yenə elə 98-in təkrarıdır. Baxaq görək, deyir ki, bağça tərbiyəçisi kiçik uşaqlara qayğı ilə yanaşırdı. Bağçanı mən nə ilə əvəzləşdirə bilərəm? Heç nə ilə. Televizor çoxdan köhnəlmişdir. Televizorda mən heç nə ilə əvəzləşdirə bilmirəm. Əmim səhərki, əmimi də burada nə ilə əvəzləşdirəcəm? Heç bir şey. Çünki əmi əmidir. Yurdumuz başdan başa Gülüstana çevrildi. Elimiz, obamız başdan başa, demək olar ki, başdan ayağa, Gülüstana, güllü çiçəkliyə çevrildi, döndü. Buradan çevirmək olar deyinən. Deyək ki, bütün sözlərin yaxın mənalısına çevirmək olar. Eylər Venn diaqramına əsasən homonim söz çox mənalı söz. Deməli, bu hissəyə aid olan fikirdən söhbət gedirsə, fikir deyəndə ki, cavabdan, fikirdə deyəndə, baxıram ki, şam amonimdirsə, çox mənalı gözdür. İndi mən bura elə söz qoymalıyam ki, həm çox mənalı olsun, həm amonim. Günü mən hara çevirsəm amonimdir. Kitab çox mənalı sözdür. Həyat ümumiyyətlə heç biri deyil. Həyat nə idi? Həyət. Burada B variantı olacaq. Qol sözü. Həm çox mənalıdır, həm də amonim.